oturumumuz var. Teşekkürler hocam. Rica ederim. Ayda Hanım'a teşekkürümü bildiririm ki sizi tanıştırdı bizi. Çok hoş oldu. İnşallah davamlı olur təlimlərimiz. İnşallah. İnşallah. İnşallah Günel Hanım inşallah. İnşallah qrupa yönləndirim, elə başlayaq hocam. Hocam nasıl gelir hocam? Vallahi ben şok içerisindeyim Ayda. Dedim ya bizim Heh, Türkiye'de böyle bir şey yok. İnşallah devamı çok edeceği hocam. Yani İnşallah. bir ara Söylenmiş zaten. evet yani biz ne yazık ki Batı'ya biraz daha yakınız ya. Aslında kopmuşuz temel değerlerimizden. Evet. Türkiye için söylüyorum bunu. Hani Azerbaycan biraz daha Batı'dan uzak olduğu için aslında o değerlerini koruyabilmiş. Şimdi az önce Evet. konuştuk hani o Bakü Devlet'te hoca hanım ayağa kalkarak soru soruyor. Vallahi ben Evet. kandım yani. Hocam lütfen buyurun oturun. Hayır dedi hocam ben oturamam ben. Müellime soru sorarken benim ya bizde kalmamış bunlar ne yazık ki hocam. Türkiye'de ayda ne yazık ki birçok böyle özümüzde olan bu güzel hasletleri yitirmişiz biz. Kaybetmişiz. Harcamışız. Aa, evet. Yok hocam onlar bizde var evet. Doğru. Onlar bizde kalmış. Biz Şükürler bitirdik olsun. hepsini. Vallahi ne yazık ki Onlara hepsini bacağım. bitirdik. Ben Ee, şu şeyi de paylaşayım. hocam ben dedim ben akırıncı gidip hocam belki öyle hocalarla bir onların bir düşüncelerini soralım, böyle fikirlerini söylesin. Öyle yapalım mı? Bir şu Konunu senaryoyu belki konuşalım. Bir 10 dakika. aha, tamam tamam hocam. Tamam. Tamam tamam. Arkadaşlar gelsin. Tamam hocam. Tuncay Tamam Hoca, hocam. Buyurun. Tuncay Hoca, siz yani linkin vaxtı bitməmiş bir söz dediniz. Çox gözəl bir fikrə, məqama toxundunuz ki, mən dərsdə necəyəmsə, çöldə də eləyəm. Yəni bir e, xarakterdəyəm. Əslində mən onu qeyd etmək istəyirəm ki, həm tələbələr, həm şagirdlər çox həssasdırlar. Onlar müəllimin nə dərəcədə dürüst olduğunu çox gözəl bilirlər. Bəzən müəllimlər, elə müəllimlər var ki, onlar deyək ki, ideal müəllim xarakterindən uzaqdırlar. Girib başlayırlar auditoriyalarda özlərini tərifləməyə və s. mən beləyəm. Amma uşaqlar çox gözəl bilirlər ki, kim nə dərəcədə dürüst. Onları aldırmaq mümkün deyil. İnanın mənə. Bəlkə də yalan detektorunu aldırmaq mümkündür, amma onları aldırmaq mümkün deyil. Ona görə də təbii ki, biz olduğumuz kimi təbii, səmimi şəkildə onların qarşısına çıxmalıyıq. Yəni xarakterimiz necədirsə hər yanda onu o cürə yansıtmalıyıq. Onu demək istəyirdim sizin Evet. fikrinizə qatıq olaraq. Evet teşekkür ediyorum. Mən də bir söz demək istəyərdim ki, deyəsən Buyurun. Pərviz müəllim o uşaqların indiki dövr tələbələrinin damarını tutan müəllimlərdəndir. Təşəkkür edirəm sizə Pərviz müəllim. Sizin kimi Tutmuşam özdə müəllimlər bizə buraxmıram. lazım. Yəni Mən onu hiss elədim. Bir pedaqoq deyiləm, təhsil sahəsində 15 ildir çalışıram. Mən də tələbə olmuşam. Hiss elədim ki, siz o damarı tutmusunuz. Təşəkkür edirəm bacarığınıza görə. buyurun. Teşekkür ederim her birinize. Buyurun. Tuncay Evet. hocam buyurun. Evet. Şimdi son kayıt bittiği yerden devam edelim arkadaşlar. Ben şunu söylüyorum. Hiçbir zaman öğrenci ikinci bir kimlikle çıkmadım. Sınıfta kafede arkadaşlarımla nasılsam abartısız söylüyorum. Sınıfta da aynıyım. İşte üniversitede hocayım. Rektörün odasında nasılsam sınıfta da aynıyım. İkinci bir kimlik hiçbir zaman taşımadım. İkinci bir karakterle çıkmadım öğrencinin karşısına. Ha bu samimi duruşunuz da zaten sizin elinizi kolunuzu müthiş derecede güçlendiriyor öğrencinin karşısında. Şimdi şu senaryoyu herkes okuyabiliyor zannımca. Üç tane sorun var ama hızlıca böyle zamanı da etkin kullanalım çünkü Günel Hoca daha da oturum açmayacağım dedi. Bunu hızlıca kim cevaplamak ister? Böyle hiç söz vermediklerimizden. Mesela Jale Abbasszade, Elnur Hasanov, Günay Rzayeva. Bu arkadaşlarımızdan kim konuşmak ister? Buyurun kim fikir bildirmek Mən istəyirsə. fikir bildirmək istəyirəm elə birinci suala, birinci
müəllimin özü dedi ki, uşaq sinifdə gəzirsə, çox gəzirsə, bu, mən də dərs izah eləyirəmsə və mənim bacarığım orada anidən yaranmalıdır və mən uşağa müraciət edirəm ki, sən nə yaxşı ayıqsın, lövhəyə də yaxınsın, dur gəl filan misalı da sən həll elə. Mən bir dəfə, iki dəfə onu dərsə misalları, məsələnin və yaxud da fikir bildirməyə yürütsəm, sövq eləsəm, vadar etsəm, o bir dəfə, iki dəfə, üç dəfə görəcək, bu boş-boşuna gəzməyi ona baha başa gəlir. Elə deyəcək, qoy mən sakit oturum və qulaq asım, görüm burada söhbət nədən gedir. Mən burada nə qədər çox gəzsəm, nə qədər çox uşaqların fikrini dağıtsam, o qədər mənim üzərimə problem düşəcək. Mən o problemi həll etmiş olacam. Və ona görə mədəni surətdə o uşaq özünü yığışdıracaq, mənə elə gəlir. Amma bu fürsətdən istifadə edə bilər dərsdən yayınmaq üçün. Evet. Bu yayınmayacaq. Bunu mən bir-iki dəfə prova eləmişəm siniflərdə. Uşaqlarda görürsən ki, o ikinci dəfə təkrarlanır. Ki, bunun Mən sinifdə aşağı deyirəm boş-boşuna ki, gəzməyi və yaxud da ki, mən aşağı deyirəm ki, de görək, sinifə də görək bu gülməli nə var ki, deyin biz də gülək. Düzdür, elə uşaq olar ki, durar deyər, məsələn, ola bilər ki, bir yaxşı sözü olmasın və yaxud da nə, onun da payını, tənbihini orada verərəm, o bir dəfəlik ömür boyu yadında saxlayar. Siz hamınız çox yumuşaq danışırsınız, həddindən artıq yumuşaq danışırsınız, sanki ideal bir cəmiyyətdə yaşayırsınız. İdeal tələbələr, şagirdlər gəlir çıxır qabağınıza və hamısı ilə başını sığallaya. Məndən çox tələbənin başını sığallayan yoxdur. Mənim ən axmaq tələbə belə mənim üçün əzizdir. Amma danışıqlara fikir verirəm, o qədər yumuşaq rəftardan, o qədər incəliklərdən gedir ki, bu mümkün olası bir şey deyil. Bəli, bu kitablarda belə yazılıb, amma kitabla reallıq başqa cürdür. Bəzən uşağı sərt tənqid eləmək lazımdır. Bayaq Tuncay hocamız deyir ki, uşağı, tələbəni rəncidə eləmək olmaz. Bəli, onu mən də bizim də müəllimimizə deyir ki, məsələn, tələbə dərsdə ola bilər ki, kimsə o vaxtının telefon yoxdur da qəzet oxuyur, onun adını çəkmək olmaz. Sadəcə deyirsən ki, bəzi tələbələr dərsdə qulaq asmır, qəzet oxuyur. Bəli, əgər o abırlı həyal uşaqdırsa, özünü yığışdıracaq. Vay o gündən ki, o uşaq fikir verməyə davam eləyər. Yəni, biraz qırmızı müsəlmanı deyim Her ki, şeyi ya biliyoruz. nəsə bayaq Pembe Sadiq Hanım. xanım desəm, Direkt uyarırım diyor. Axşamınız xeyir, olar mən də bir fikir bildirim. Məlahət xanım, mən keçən dəfə sizin sözünüzü kəsəndə üzr istəyirəm, siz mənə irad bildirmişdiniz. Xeyr, mən bildirmədim, o Günel müəllimə idi. Mən Buyurun. irad bildirməmişəm heç vaxt. Yox, moderator mən idim də, yadımdadır. Buyurun. Mən bir dənə onu demək istəyirəm ki, yəni deyirsiniz ki, tələbələrlə, şagirdlərlə yumuşaq danışmaq falan, yəni hər dövrün öz qaydası var. Yəni tutaq ki, o vaxtlar Makarenko tamam başqa cür yanaşırdı, kimsə bir başqa, amma indi dövr də dəyişib, tələbələr də dəyişib. Yəni tələbələrə yumuşaq davrandıqca, yəni nələrisə dedikcə elə başa düşürlər ki, müəllim ondan asılıdır. Yəni biraz oxumağa sövq eləmək çalışırsan, belə deyək də ki, yəni daha da motivasiya verirsən, biraz oxuyan tələbə də elə minnətlə elə danışırlar ki, elə bir oxuduqları bizim üçündür. Bilmirəm, fikrimi çatdıra bildim yoxsa yox. Fikriniz aydındır xanım. Mən Teşekkür Fərhad müəllimin sözünə üzr istəyirəm ondan. Çox dönə üzr istəyirəm. Mənə çox böyük. Buyurun. Yəni ki biz Fərhad müəllim bir söz demək istəyirəm. Bizim problemimiz bilirsiniz nədir bu günləri? Biz niyə belə sürətlə qalmışıq? Sizin fikrinizlə bizim fikrimiz üst-üstə düşməməyi və ortada qalan bu balaca uşaqlardır. Ona görə o körpələr bağça dövründən 11-ci sinifə qədər olan uşaqlar o qədər əziyyət çəkirlər ki, bilmirlər anaların sözünə qulaq assınlar, bilmirlər babalarının, nənələrin sözünə qulaq assınlar. Bax, bizim problemimiz bir dənə odur. Mən burada müəllimə də demək istəyirəm ki, qonağımıza demək istəyirəm ki, bizdə bir xəssiyyət var ki, müəllim stolun üstündə əyləşib, üzr istəyirəm də, yəni belə müəllim stolun üstündə əyləşib, heç vaxt dərs keçməz. Heç vaxt. Yəni biz onu görməmişik. Heç bir təsirimizdə, heç bir filmimizdə, heç bir kitablarımızda, heç bir sinif otağımızda. Müəllim uşağın oturduğu partaya söykənsin, dərs keçsin. Heç birində görməmişik. Amma bu müasirliyin bir simvol olaraq son zaman seriallarımızda bir-iki səhnələrdə var.
Və türklərdə demək olar ki, bu dərs metodlarında da var, seriallarında da var, kinolarında da var. Bu hissə var ki, müəllim gəlir, partanın üstündə öz oturacağında oturur və partaya söykənir və yaxud da ki, hər hansı uşaq oturduğu partaya söykənir və rahat-rahat danışır, tam rahat, sərbəst. Mən ona pis baxmıram. Həqiqətən də birdən görürsən ki, lap belə uşaqlar stollarının formasını da dəyişir. Burada müəyyən debatlar olur, müəyyən müzakirələr olur. Çox gözəl metoddur. Yəni fikir aydınlığı, fikir irəli sürürlər, danışırlar, bir şeylər gəlişir. Çox sağ ol. Amma bunu bu Müsaade günləri xanım, Pənah müəllim eləyə bilməz. Pənah Müsaade müəllim xanım, bu gün onu eləyə bilməz mən bir və söz eləyərə demək də pis istəyirəm. baxır. Amma bunu Cəfər müəllim eləyə bilər. Üzr istəyirəm, Pərviz müəllim bu gün bunu eləyə bilər. Mən bir söz deyim. Bax, Pənah müəllimin gəlin sözlərini qələtçiyə salmayaq. Çünki Pənah müəllim əslində həqiqət deyir. Mən indi onu icazənizlə ayrıntıları deyim. salmıram. E, Prosto sadəcə yox, olaraq olan bildim. həqiqəti demək İcazə istədim. edin Yəni ki, fikrimi dönə-dönə üzr bildim. istədim. Yox, icazə edin fikrimi bildirim. Baxın, deməli, bizdə deyək ki, ali təhsildə gənclərin hərbi hazırlığı ixtisasında oxuyan tələbələr var. Hamısı idmançılardır. 100, 110, 120 balla qəbul olan tələbələrimizdir. Orada mən təbii ki, bəzən sərt olmalıyam. Amma bu səhvlik ata səhvliyidir, müəllim səhvliyidir və tələbə bilir ki, əgər o hər hansı bir səhvə yol verəcəksə, çox möhkəm səhvliklə üzbəyüzə qalacaq. Bu da olmalıdır. Yəni, əgər mən o nəbzi tuturamsa, o nəbzi bir tempdə saxlaya bilmərəm. Bilirsiniz? Yəni, müəllim əslində, mən belə hesab edirəm ki, auditoriyada ilin 4 fəsli kimi olmalıdır. Yaz da olmalıdır, yay da olmalıdır, payız da və bəzən qış da olmağı bacarmalıdır. Əgər o qış olmağı bacarmasa, o yayın istisində, biraz obraz şəkildə deyirəm, o bürküdə müəllimin də canı sıxılar, uşağın da canı sıxılar. Ona görə də həqiqətən də bu günləri, məsəl üçün, mühəndislik ixtisasları var bizdə. Hamısı subbakalavrıdır. 30-35 yaşlı yetkin insanlar var. Belə deyim də, biraz obraz, bığlı saqqallı kişilərdir hamısı. Yəni, orada biz sizin o, deyək ki, ibtidai siniflərdə 7, 8, 9, 10, 11-ci siniflərdə olduğu kimi o yöntəmlərlə biz dərs keçə bilmərik. Yəni, bunların hər birinin öz vaxtı, öz ayarı, öz zamanı var. Ona görə də mən belə hesab edirəm ki, əslində Pənah müəllim burada reallıqları, gerçəklikləri söyləyir. Buyurun, bu qədər. Bu fikrimi demək istədim. Toplantıya girdik uygulasın. Umarım. Teşekkür ediyorum. Şimdi bir Boş uyarıyla toplantıda devam dedim edelim. ki girebilmedim de Sefa girmişim. hocam bir saniye. Şimdi Hele devam zamanı edeyim. biraz daha etkin kullanmanızı rica ediyorum arkadaşlar. Kısa Dersin. ve net cevap verirseniz iyi olur. Yani bekleyenler de var. Şimdi Sefa hocam mı konuşuyordu? Səhvən mikrofon açıq qalıb hocam. Veya Buyurun. Elnur Hoca Evet. istiyor. Bir xahiş edim, zəhmət olmasa hər birinizdən bir şey xahiş edim. Yəni burada sual vermək istəyirsinizsə konkret sualınızı verin. Bir də cavab yəni vermək istəyirsə onunla konkretləşdirin ki, zamanımız artıq bitir, Evet. artıq 15 dəqiqə işləyib. Buyurun. Təşəkkür edirəm. Hər birinizin axşamı xeyir olsun. Tuncay müəllim çox gözəl bir mövzuya toxundu. Təhsilimizlə müəllim üçün önəmli bir məsələdir. Müəllimlərin fikirləri hər birinin özünün lazım olan qədər, yəni önəmi var. Mən hamısına razıyam. Həqiqətən də Tuncay bəy müəllim ilk növbədə öz ölkəsində, yəni tələbələrin, şagirdlərini daha biraz sərt formada, nə bilim, hansısa silahdan, nə bilim, bıçaqdan ya alətlərdən nisbətən daha çox istifadə elədiklərin adlarını da çəkdi. Bizdə də Tuncay müəllim belə şeylər ola bilərdi. Daha doğrusu biz müəllimlər lazım olan qədər mən razıyam Pənah müəllimlər, o biri müəllimlərlə də nisbətən çox yumşaq davranmağın da yeri yoxdur. Müəyyən üsullar var, biz də onlardan istifadə edirik. İlk növbədə müəllimin əlbəttə dürüstlüyü, dəyişilməyən qaydada qalmağın önəm görürəm. Mən üçün öz işlədiyim yerdə 20 ildən çoxdur, elə bir şagirdim yoxdur ki, mən onunla münasibət yaratmayıb. Elə qutarandan da sonra elə harda görüşürük, uzaqlaşırıq, elə səmimiliyimiz var.
güvənlilik, yəni aramızda güvənlilik olub həmişə. Xırda məsələlərin qoymamışam kənar bir yerə çıxsın. Öz aramızda inam yaratmışıq bir-birimizin arasında. Mən ilk növbədə müəllimin şagirdin arasında bir-birinə bağların bir-birə güvənliyindən yaranmağı, daha onun işin asan olmağına gətirib çıxartmağını görmüşəm dəfələrlə. Yenə də mən biləcəyim budur. Sözsüz ki, biz də öyrənirik sizlərdən. Təşəkkür edirəm hər birinizə. Teşekkür ederim. Diqqətiniz üçün minnəttar. Ben Çox sağ olun. teşekkür ediyorum. Şimdi biraz ben söz almak isteyen varsa parmak kaldırsın. Hani vakit. Hocam Xəyalə xanım bayaq söz istemişti. Ha, buyurun. Mən də Tuncay hocamıza təşəkkür edirəm. Dəyərli vaxtını bizimlə fikir mübadiləsinə sərf etdiyi üçün minnətdaram. Sağ olun. Tuncay hocamıza mən də müəllim haqqında fikrimi konkret bildirmək istəyirəm. Mənim fikrimcə müəllim ilk növbədə şagirdin qəlbinə, daha sonra beyninə yol tapandır. Bir də müəllim haqqında düşünürəm ki, müəllimin hərəkətləri sözlərindən daha uca səslənməlidir. Çok güzel. O zaman şagird artıq biləcək ki, bu dərsdə nə etmək lazımdır, nə etmək lazım deyil. Mənə elə gəlir ki, xüsusi bir metodlar çox da düşünüb axtarmağa ehtiyac yoxdur. Müəllim hərəkətləri ilə uşağa, yəni özünün davranışı ilə, görünüşü ilə bir model yaradaraq uşaqda bu fikri formalaşdıra bilir və hər uşaq özü çox yaxşı bilir ki, hansı müəllimin dərsinə necə hərəkət etmək olar. Bunu şagird özü yaxşı bilir əslində. Müəllimə baxaraq onu bilirlər. Və onu da düşünürəm ki, müəllim hər sinifdə məncə eyni olmamalıdır. Məsələn, mən 5-ci sinifdə fərqli Xəyalə müəlliməyəm, 11-ci siniflərlə fərqli müəlliməyəm. Onların yaşını, psixologiyasını da nəzərə alaraq onlara uyğun davranıram. Mən 5-ci, 6-cı müəyyən yaş dövrlərinə qədərki siniflərdə deyək ki, özümün qayda və gözləntilərim daha ciddi ola bilir, amma yuxarı siniflərdə daha dostcasına onlarla davrana bilirəm. Belə fikirlərim. Bir daha Tuncay bəy sizə Çok güzel. təşəkkür edirəm. Günel xanım sizə də minnətdaram. Teşekkür Çok ederim. teşekkür ediyorum. Güzel açıkladınız Hayal Hocam. Başka var mıydı Güner Hoca? Söz yoksa ben devam edeyim mi? Devam Güner edin Hoca hocam. var. Onlar Günel müəllim. Kim idi? Rima Hoca mı? Bəli. Buyurun. Bir də Tuncay bəy sizə sonsuz təşəkkür edirik dəyərli vaxtınızı Sağ olun. ayırdığınız üçün. Sağ Hər olun. bir müəllimin işi, yəni özəl olaraq doğrudan da maraqlı idi. Tuncay bəy, xüsusən sizin. Günel müəllim, sizə çox sağ olun, var olun. Xəyalə xanımın da çıxışını daha çox bəyəndim. Doğrudan da müəllim müəyyən yaşa uyğun doğrudan da aşağı siniflərdə biz məsələn ibtidai sinifdə bir başqa cürük, yuxarı siniflərə keçdikcə bir başqa cür uşaqlarla davranırıq. Yəni bu mütləq. Yəni bu sinifdə mütləqdir həqiqətən də. Yəni aşağılarda daha biraz disiplinli, biraz necə deyim, ciddiyyət olur, amma yuxarı siniflərə çıxanda artıq dostcasına məcburduq ki, biz dostcasına rəftar edək. Yəni yenə də təşəkkürlər hər kəsə. Teşekkür Teşekkürler. ederim. Hocam buyurun. Sait Hocam bir şey söyleyecek. Gerçi peki. Şimdi tamam söylemiyor. Şimdi bu ders anlatırken senaryo üzerine konuşuyorum. Soru sormak istediğiniz bununla ilgili veya başka bir şey varsa söz alın lütfen. Son oturumumuz olacakmış. Şimdi öğretmen işte okuduk zaten. Ne? Öğrencilerden biri sürekli arkadaşlarla fısıldaşmakta, zaman zaman da yüksek sesle espri yaparak gülmekte. Diğer öğrencilerin dikkati dağılmakta. Bu durumda hoca ne yapmalı? Şimdi bir defa o öğrencinin istediğini benim o çocuğa vermemem lazım. Nasıl? Dersi bölmeden sınıfa yönelmem lazım. Öğrenci konuştu. Şöyle bir küçük bir zaman dilimi 3 saniye 5 saniye es verdim. Sustum. Sessizlik zamanı bıraktım ve sınıfa yöneldim. Eğer olmadı çocuğun ismini söylemeden Ali, Veli, Cemal, Hasan neyse artık demeden gençler tahtaya dönelim. Arkadaşlar duyuyor musunuz beni? Arkadaşlar buraya bakın. Arkadaşlar burası önemli gibi özne kullanmadan yani çocuğun ismini kullanmadan amacımız onu rencide etmemek. Ne dedik?
kaybetmememiz lazım bizim çocuğu. Ve olmadı. Gene anlamadı çocuk. Gene ısrarla devam ediyor. Üzerine alınmadı. İşte o siren çaldıracağız çocuğun kafasında. Nasıl? Tahtanın bulunduğumuz yerden çocuğun bulunduğu yere doğru küçük adımlarla gidiyorum. Benim sesimin ona yaklaştığını duyan çocuk ne kadar nasıl diyelim istenmeyen davranış gösterme oranı ne kadar yüksek olursa olsun kendisine doğru hocanın geldiğini fark ettiği anda yavaş yavaş normal model dönecek. Eğer bundan da anlamıyorsa, çünkü Allah'ın hakkı üçtür diye bir söz var kullanırız. Bundan da anlamıyorsa ne? Bir duraksama, sessizlik zamanı verdim. Yetmedi isimsiz bir şekilde uyardım. Yetmedi onun bulunduğu tarafa doğru yöneldim, yürüdüm. Halen anlamıyor mu? Vallahi artık diğer çocuklara da benim engel olmamam lazım. Şimdi burada tam bıçak sırtı yani böyle Sırat Köprüsü gibi bir şey. Ya bir öğrenciyi kaybetmemek için 39 öğrenciyi kaybedeceğim. Sınıfta 40 kişi var. Ya da 39 öğrenciyi kaybetmemek için bir öğrenciyi işte rencide edeceğiz. Ne? Ali oğlum susar mısın? Ali tahtaya dön. Ali burayı anladın mı? Ali burayı için ne diyorsun Ali? Şeklinde isim vererek bu sefer Ali'yi şey yapıyoruz. Derse yani o istenmeyen davranışını bıraktırmaya çalışıyoruz. Ve diyorum ki en sonunda Ali ders sonunda yanıma gel. Bu da zaten sihirli cümle aslında. Maymuncuk gibi, İngiliz anahtarı gibi. Bütün kilitleri açabiliyor. Ali ders çıkışında yanıma gel. Dediğin zaman zaten daha çocuk böyle melek gibi oluyor artık. Çünkü çıkışta yanıma gelin altını dolduruyor çocuk. Peki şimdi çocuk peki bunu niye yapıyor? Yani bunu bir çocuk niye ısrarla istenmeyen davranış, yüksek sesle espri yapması, fısıldayarak konuşması bunu niye devam ettirir? Bir, canı sıkılmıştır çocuğun. Yani ben çocuğa dersimi anlatamamışımdır. Elimdeki ürünü pazarlayamamışımdır. İki, belki yani o evde hor görülen arkadaş ortamında pek böyle dikkate alınmayan bir karakter. Ali oturur musun cümlesindeki ismiyle hitap etmiş olmamın hazzını almak istiyor çocuk. Veya işte sınıf kurallarının ne olduğunu bilmiyor aslında. Yani nasıl olur bu? Ben gelirim sınıfa derim ki kural bir şu, kural 2 şu, kural 3 şu, kural 4 bu. Bu kurallar kimin kuralı? Benim kuralım. Öğrenci? Vallahi yok. Öğrenci yoksa işte o kuralları bir türlü benimsememiş olacak çocuk. Başka belki hani çocuğun psikometrik problemleri olabilir. Nedir? Dikkat eksikliği olabilir çocuğun. Olabilir mi? Evet. Öyleyse bizim ona göre önlem almamız lazım. Şolah hocam bir şey mi sor? Axşamınız xeyir olsun. Hayırlı akşam. Yəni çox sağ olun, təşəkkür edirik sizə, var olasınız. Yəni çox gözəl bir təlimdir. Vaxtınızı çox almaq istəmirəm. Yəni başa düşürəm ki, gecdir. Bir-iki yəni fikrimi bildirmək istərdim. Hı hı. Mən də artıq 48 ildir işləyirəm. İnanın ki, hər cür əvvəl mən məktəbdə işləmişəm, amma hazırda Sumqayıt Dövlət Universitetinin dosentiyəm. Yəni hər cür şagirdə, hər cür tələbəyə rast gəlirik. Mən açığın deyim, dərs saatı müəyyən bir intervalda olur. Ta ki orta məktəbdə 45 dəqiqə. 45 dəqiqəni biz o şagirdin, bu şagirdinin, yəni belə deyək də biraz belə nazını çəksək, onunla belə danışsaq, artıq görəcəyik ki, saat gəldi, çıxdı. Yəni mən açığın deyirəm ki, müəllim ciddi olmalıdır. Müəllim öz fənnini gözəl bilməlidir. Müəllim özü özünə qarşı tələbkar olsa, o zaman onun qarşısındakı şagird tələbə də tələbkar olacaqdır. Və müəllim tələbənin tam olaraq bütün nə qədər bilik yolunda nə qədər lazımdırsa, o normaların hamısını tələbəyə çatdırmalıdır. Başqa şey fikirləşməməlidir. Bütün bunları edəriksə, inanıram ki, hər bir şey yaxşı olar. Amma hər bir tələbə, bu tələbə tutaq ki, biraz başlayır dəcəllik eləməyə, digəri başqa bir hərəkət. Biz siz onlara çox belə imkan versək, sabah
ikinci yox, üçüncü də başlayacaq, dördüncü tələbə də başlayacaqdır və artıq dərsdə müəyyən bir pozulma olacaqdır. Ona görə də yenə də deyirəm, gəlin əl-ələ verək, hamımız bu işdə, məsuliyyətli işimizdə tələbkar, ciddi və tələbə yönümlü deyirik, düzdürmü? Tələbə yönümlü nədir? Tələbəni, yəni bütün hər şeyi tələbənin ixtiyarına verək ki, tələbə nə bacarırsa eləsin. Xeyr, tələbə yönümlü odur ki, tələbəyə lazım olan bütün bilikləri, bacarıq, vərdişlərin hamısını tələbəyə biz çatdıraq. Yəni heç vaxt, heç nəyi bir belə ipucu bir yeri qalmasın ki, tələbə nəyisə başa düşməsin. Mən elə gəlir, belə bir şey eləsək, heç bir problemimiz qalmayacaqdır. Yəni evdə də belədir. Evdə də valideyn biraz övladını belə ərkəsöyn eləyəndə sabah onun öhdəsindən gələ bilmir. Və mən bir şey də açıq demək istəyirəm ki, gələcəkdə həmin o tələbə, şagird qutaranda, gedib hardasa özünə bir iş tapmayanda və hardasa yenə də başlayıb o dəcəllikləri, ərkəsönlükləri eləsə, o tələbə bir gün qayıdıb gəlib fikirləşəcək ki, niyə vaxtında mənim belə ərkəsön elədilər ki, mən vaxtında əlimi yəni bütün işimi, gücümü, boş şeylərə atıb dərslə məşğul olmadım. Və artıq gəlib o çətinlikdə qalanda, inanın, o öz hərəkətinə peşman olacaq. Ona görə də biz vaxtında bunun qarşısını almalıyıq. Üzr istəyirəm, vaxtınızı aldım. Bir daha hər Evet, birinizə təşəkkür edirəm. çok Çox sağ olun. teşekkür ederim. Fena hocam, seni görmek mutlu ediyor bizi. Buyur hocam. Çox sağ olun Buyurun Tuncay efendim. müəllim. Çox sağ olun. Məni görmək çox adam mutlu edir burada, bilirəm. Buyur Bəzilərində hocam. yox. Belə bir söz var Tuncay müəllim. Bir padşahın bir əlində qələmi olmalıdır, bir əlində qılınc. Yəni şöyle müəllimin sözünə gətirirəm, hər uşağın namazı ilə oynasaq dərs də keçir. Mən həmişə reallıqdan danışmışam, yenə də sözümü ona gətirirəm ki, danışıq başqadır, amma real sinifə girəndə məsələ başqa cür olur. İpə sapa yatmayan uşaqlar da olur. Mən öz fikrimdə qalıram, yenə o padşah məsələsini müəllim, bayaq desəm Pərviz müəllim də dedi, Xəyali müəllimə də dedi, sinifə gedən sinifə uyğun olaraq hərəkət eləmək lazımdır. Bəzən sərt, bəzən yumşaq. Bəzən elə olur ki, şöyle müəllimə, əvvəllər ola bilərdi, siz 20 il bundan qabaq dərs dediyiniz tələbəni nə baxsa cəzalandırmısınızsa, o bugün sizin qarşınıza çıxa bilər, deyər ki, şöyle müəllimə, nə yaxşı onda siz məni belə cəzalandırdınız, mənə dərs oldu. Amma bugün baxırsan ki, elə uşaq olmayacaq gələcəkdə. Bugünkü tələbələrdən inanmıram ki, gələcəkdə kimsə gəlib deyir ki, müəllim, siz mənə o vaxt səhv rəftar elədiniz, bu mənim həyatımda dönüş oldu. Sağ olun ki, onu mənə elədiniz. Cəmiyyət çox korlanıb. Ona görə çox xahiş edirəm, mənim sözüm nədir, reallıqdan danışanda xoşum gəlir. Bu qədər Tuncay müəllim, ola bilər vaxt qalmasın Tuncay hocam. Hocam Sizə çok təşəkkür teşekkür edirəm. ediyorum. Düzdür, bizim platformada sağ olsun Günel xanım, bütün məsələlər aktual olur, bütün məsələlər maraqlı olur. Bugün siz daha maraqlı elədiniz, çünki həm bizə imkan yaratdığınız sözlərimizi dedik, həm də çox insani tərəfdən yanaşırsınız siz bu müəllimlik peşəsinə. Buna görə sizə təşəkkür edirəm. Eyvallah hocam. Ben teşekkür ediyorum. Sağ olun. Evet. Şimdi söz Var, almak var. isteyen var mı? Ben görmüyorum. Mən əlimi qaldırmışam. Hocam, Buyurun. super təklifləriniz var. Super təklifləriniz var. Müasir indiki dövr uşaqlarının damarını tuta biləcək metodlarınız var. Bunun üçün siz baş qoymusunuz, kafa qoymusunuz, işlətmişsiniz, bunları yazmışsınız və hətta öz tətbiq edirsiniz. Yəni mən istəyərəm ki, hər hansı bir məktəb direktorları bu yöntəmləri öz məktəbində tətbiq eləsin. Çox gözəl bacarıqlar əldə edəcəklər uşaqların üstündə. Çünki bu yazdıqlarınız bugünkü uşaqları tam damarını tutan, tam nə istədikləri demək istəyir. Yəni ki, mən hətta istəyirəm ki, onlar dərs kimsə bizim müəllimlərimizə verəsiniz. Yəni ki, bu öz məmləkətinizdə olsa belə, yəni ki, təmənnasız, yəni sürü metodlardır. Mən bayaqdan oxuyuramsa qulaq asıram. Yəni ki, bu metodlar dəyişdikcə insanlar da dəyişir. Onu tətbiq edə bilmirlər, əziyyət çəkirlər, Sovet müasir qırıqlıq, nə bilim, hər bir icad edir.
Amma bu metodlar super, mənim çox xoşuma gəldi, çox bəyəndim. Müasir tutan və bayaq səhv etmirəmsə Xəyalə xanım idi. Onun da sözünə bir qüvvət demək istəyirəm ki, həqiqətən də uşaqlar iki halda, bir müəllimi sevəndə, bir də sevməyəndə. Sevəndə ona görə oxuyur ki, ondan gözəl söz Hocam o işitir. cümleyi Sevməyəndə ona düzeltelim görə bir oxuyur ki, saniye. məcburiyyət qarşısında oxuyur ki, Müfteli hocam. Bir, buyurun. hocanın kendini sevdirebildiği öğrenciler. İki, hocanın kendini Bir henüz də sevdirə bilmədiyi, yok. Henüz sevdirə bilmədiyi. sevdiremediği ama ileride sevdireceği öğrenciler diye Bəli. düzeltebiliriz. Çünkü o öğrenci bana göre Mənim şekilleniyor. müəllimim olub, məsələn, Efendim? mənim müəllimim olub, mən hələ də onu sevə bilmirəm. İndi də sevə bilmirəm. Tam anlamadım, özür diliyorum. Öğretmenini Deyirəm ki, sevememiş. o müəllimi sevə bilməmişəm. Yəni o müəllimənin dərsini elə gözəl oxumuşam ki, mənə incitməsin, mənə pis söz deməsin, amma sevə bilməmişəm. Amma elə müəllimlərim var ki, mən hələ də indi onlarla Evet. yazışıram, hələ də təşəkkürümü bildirirəm. Yəni ki, o sevgi elə bir şeydir ki, əgər müəllim uşağın ürəyinin içinə sala ki, oradan da uşağın beyninə qalxar. O xanımın Evet. sözünə mən çox önəm verdim, bəyəndim o fikri ki, ürəyə girib oradan yuxarı qalxmaq lazımdır. Təşəkkür Teşekkür edirəm, Evet. minnətdaram. Günel Sağ xanım, olun. sizə təşəkkür edirəm. Sağ olun. Minnettarım. Hocalarım Bu söz vermeden platformadakiları hocam, tanıdığım için Güler şadam. Buyurun. şey yapalım. Süre 7,5 dakika falan kaldı. Çok kısa alalım hocalarımızdan. Güler hocam. Müəllim, Tuncay hocam siz fikrinizi tamamladınız mı? Yani Bitti valla mi? hocalarımın fikirleri daha kıymetli. Ben çok konuştum. Hocalarımıza da söz hakkı vermek daha doğru olur. Tamam. Bizdə qonaq önəmlidir. Qonağa söz verin. Yok karışık yapalım. Hiç söz vermediğim Güler Hoca var mesela. Güler hocam. Evet. bəli, salam müəllimlər. Mən burada bəlkə də hər kəsdən gənc ola bilərəm. Üzr istəyirəm, yenə də hər biriniz məndən çox böyüksüz. Mən bir gənc müəllim olaraq danışmaq istədim burada. Mənim iş təcrübəm azdır, 4 illik iş təcrübəm var, amma sadəcə orada bölüşmək istədiyim məqamlar var idi. Yəni çox təşəkkür edirəm, çox gözəl təlim oldu, çox gözəl şeylər öyrəndim. Amma burada bəzi belə deyim, öyrənmək istədiyim sual var idi ki, məsələn, bayaqlar hoca qeyd etdi ki, eyni sınıfa girib, amma fərqli ortamlar görmək olar. Məsələn, qeyd edim ki, mən yuxarı siniflərə, 6-cı sinifdən yuxarı siniflərə dərs keçirəm. Məsələn, eyni deyim 8-ci sinifə girmişəm, bir sinifdə tamam başqa ortam, eyni tədrisi digər siniflərində tamam başqa bir ortam görmüşəm və biz bilirsiniz, kurikulum sistemi ilə müəllim qeyd etdiklərinə əksəriyyətin kurikulum sistemində görmüşük, eşitmişik. O sistemlə nisbətən öyrətməyə çalışsaq da, amma biraz onu görmüşəm ki, boşluqlar kurikulum sistemində, yəni şagird yönümlü olmaq falan, bunları etdikcə daha çox şagirdlər bundan istifadə etməyə çalışırlar. Amma mən həmin sinifi kənardan daha sərt bir müəllimin dərs keçməyində müşahidə eləmişəm ki, necə disiplinli formada oturublar. Halbuki mən onlara yumuşaq şəkildə yanaşanda baxıram, yox, o daha düzgün tədris metodu deyil. Yəni, mən yumuşaq davranındığım sinif baxıram, tamam başqa cürdür, amma başqa sərt müəllim də tamam başqa cürdürlər. Mən belə cür anlayıram ki, sərt olmaq daha önəmlidir. Nəinki, indi düzdür, kurikulumda yenə qeyd edirəm, yumuşaq davranmaqları, bunları öyrənmişik. Amma mən onu soruşmaq istəyirəm. Məsələn, bəzi siniflərdə var ki, o boşluqları yaratmışam, onu necə bərpa edə bilərəm? Məsələn, bəzi Güler sinifdə o hocam, boşluq orada bir çox ara gözəl verelim effekt lütfen. verirdi. Güler hocam. Şimdi aslında bu iş ekip işi arkadaşlar. Şimdi mesela burada 60-70 kişi varız herhalde. Göremiyorum, 78 kişi varız. 78 Mesela var. şu an görebildiğim isimleri söylüyorum. Şöyle Hoca, Nigar Hoca, Sabuhi Hoca, Güler Hoca ve ben. Aynı sınıfın derslerine giriyoruz. Şimdi biz bu 5 hoca işini düzgün yaparsa hepimiz ayrı ayrı rahat edeceğiz. Anlatabiliyor muyum Güler Hocam? Yani sen dersten çıkıyorsun, derse ben girdim, senin eksiklerini ben tamamlıyorum. Ben dersten çıktım, Sabuhi Hoca derse girdi. Sabuhi Hoca kendi dersini anlatırken benim eksik bıraktığım yerleri toparlıyor. Yani bu iş bir ekip işi. Şimdi siz çok sert devam edersiniz derse
Valla ben sizden sonra ben sınıfa girerim. Olabildiğince gevşetirim her şeyi. Bir sonraki hafta sizin elinizde patlar o sınıf. Yani hepimizin eşit olması da birbirine yakın düzeyde bu nasıl diyeyim öğretmenlik meslek bilgisine hem teorik anlamda hem uygulama anlamında sahip olmamız gerekiyor. Aksi takdirde işte bir yerde error veriyor, hata veriyor sistem. Başka bir şey var mı Güler Hocam söyleyeceğiniz? Hayır, teşekkür Size ederim. Çok sağ başarılar olun. diliyorum. Mesleğin en Çok güzel sağ olun. yıllarındasınız. 4 yıl. Bizim ömür bitmiş farkında değiliz. Sabi Hocam söz mü istiyorsunuz? Hocam mən də fikirlərə qatılmaq istəyirəm. Ümumiyyətlə keçmişdə Sovetlər Son dövrünə üç baxsaq, buçuk dakikamız. Aha. Sovetlər dövrünə baxsaq, hoca e, uşağa tokat attığında uşaq onu evdə deməyə qorxurdu ki, valideyn də birini vuracaqdı ki, günah səndədir. Amma indi tam əksinə olubdur. Artıq müəllim qorxur. Bir də onu demək istəyirəm ki, bütün türk evladının oxuması lazım bir kitab var. Atatürk'ün Nutku. Nutuk'ta Evet. çok güzel bir şey deyir ki, təhdid əsasına dayanan ahlak olmadığı gibi güvenilir de değildir. Eğer biz müəllimdən qorxduğumuz üçün pis şeyler eləmiriksə, biz vicdanlıyıq demək deyil, biz qorxaq demək. Çok sağ olun. Teşekkür ediyorum. Teşekkür. Çok Ee, sağ olun hocam. Çok teşekkür ederim hocam. Bugün ben kendimi gerçekten de yeniden hissettim. Öğrenci gibi hissettim. Her şeye göre minnettarım. Katıldığınız için, davetimizi kabul ettiğiniz için, bizimle beraber olduğunuz için çok minnettarım hocam. Sizi çok Estağfurullah. seviyorum. Estağfurullah. Ben hepinize teşekkür ediyorum. Var mı sorusu olan arkadaşlar söz almak isteyen? Hocam zamanımız az kalmış. İki 2 dakika dakikamız kaldı. kaldı. O zaman ben Evet. toparlayayım. Günel Hocam. Yani Buyurun. toparlayayım derken konuyu değil artık vedalaşma faslına geçmiş olacağım. Ya önce Ayda ardından Günel Hoca ardından panele katılan totalde 100 kişiyi gördük. Hepinize ayrı ayrı teşekkür ediyorum. Burada bulunmam benim için çok kıymetliydi. Sizlerin bulunmanız çok kıymetli. Hepinize en kalbi duygularımla en yakşı duygularımla teşekkür ediyorum. Şükranlarımı sunuyorum. İnşallah buraya da gelirsiniz. Ayda geleceğini söyledi. Burada da görüşürüz veya biz geliriz İnşallah. orada tanışırız. Benim söyleyeceklerim bu kadar. Ayda ve Gülür Hoca sizlerin varsa. İnşallah Çok hocam sağ olun. sizə sevən. Görüşmək diləğilə. Biz Hocam ilk öncə mən bildirim, təşəkkürümü bildirirəm. Müəllimlər Tərəqqi platforması olaraq bizim platformanın üzvlərinin təşəkkürünü sizə çatdırmaq istəyirəm. Burada artıq 4-cü linki paylaşmışıq və sona qədər 81, 85 belə qalxımlar, düşümlər olub. Amma 3 linkimizin üçündə də 100 müəllimimiz sizdən faydalandı. Bunun üçün təşəkkür edirəm. İlk öncə sizə, sonra Ayda xanıma bu şəraiti bizə yaratdığı üçün minnətdarlığımı bildirirəm. Tamam. Sizə ilk öncə can sağlığı və işlərinizdə başarılar arzu edirəm. Nə gözəl ki bir de sizi tanıdıq. Güney Hanım bir de üzr isterim. Biz kurs təyin etmək istəyirik. Onun da Bəli, məlumatını verərsiniz. Zəhmət olmasa. bəli, Kurs haqqında inşallah da ki Bəli, inşallah ki, Ayda xanımla birlikdə düşünmüşük ki, türk hocalarımızın qatqıları da olmaqla yanaşı, sinifin idarə etməsi, idarə olunması necə olunmalıdır, o haqda bir kursumuz olacaq inşallah. Tam olaraq sizinlə məlumatı paylaşacağam. Qoşulmaq istəyən müəllimlərimiz, faydalanmaq istəyən müəllimlərimiz qoşula bilər inşallah. Məndən söyləyəcəklərim bu qədər. Tuncay Hoca sizə bir daha təşəkkürümü bildirirəm. Artıq 2 saat yarımı keçmiş və çox təşəkkür edirəm. Dəyərli Rica ederim. zamanınızı Estağfurullah. ayırdığınız Sağ üçün olun. var Sağ olasınız. olun. Minnətdarlığımızı bildiririk və bizim əziz dəyərli platforma